Ölkəmizdə yaradıcılıq və innovasiyaya həsr olunmuş ilk beynəlxalq festivalı olduğunu bilirdinmi? Baku Flames International Festival of Creativity and Effectiveness ya da çoxumuzun daha çox işlətdiyi formada desək, Baku Flames. 2-3 may tarixlərində keçiriləcək festivalda dünya səviyyəli spikerlərin çıxışları, panel müzakirələri, seminar və masterklassların təşkili nəzərdə tutulub. Bu ilki Baku Flames müddətində Young Lions Azərbaycan 2025 yarışması da keçiriləcək. Azərbaycanın gənc yaradıcılarını seçən bu müsabiqənin qalibləri isə Fransanın Cannes şəhərində ölkəmizi təmsil edəcəklər. Yarışmaya 2 nəfərlik komanda halında film, dizayn və print kateqoriyalarından birini seçərək qoşulmaq mümkündür. Bu il mən də komanda yoldaşım Ceylanla birgə film kateqoriyasında iştirak edirəm. Əsas tapşırığımız isə 48 saat ərzində cəmiyyətimizdəki sosial problemlər mövzusunda 60 saniyəyədək film hazırlanmaqdır. Young Lions Azərbaycan 2025 müsabiqəsinin nəticələri isə mayın 2-sində elə Baku Flames festivalında açıqlanacaq. Öyrənmək və şəbəkə qurmaq üçün əla fürsət hesab olunan tədbir haqqında ətraflı məlumatı rəsmi veb saytlarından baxa bilərsiniz. Festivalda görüşənədək.